Salam əziz abituriyentlər, əziz dostlar. Bu videoma 19 apreldə imtahan verəcək abituriyentlər diqqətlə qulaq assınlar. Bu videoda bugün, yəni 15 martda abituriyentlərin qarşısına çıxan çox önəmli bir sualın izahını verəcəm. Bu sualın başqa bir forması 9 martda abituriyentlərin qarşısına çıxmışdır. Və bu deməkdir ki, bu sualın başqa bir forması da 19 apreldə sizin qarşısına çıxacaq. Odur ki, videomuza sona qədər qulaq asın və bu tip sual qarşısına çıxanda doğru yazın. Sualımız belədir. Choose the correct option. We wanted the guest boşluq az. Həmişə dediyim kimi, sualı tez eləmək üçün, vaxt itirməmək üçün bizim üçün ən önəmli şeylərdən biri açar sözü tapmaqdır. Bu testdə bizim açar sözümüz want sözüdür. Unutmayın ki, want sözündən sonra əgər feil gələrsə, mütləq to hissəciyi işlənməlidir. Burada join sözü qoşulmaq mənasına gəlir və feildir. Demək ki, join'dan əvvəl, want'dan sonra da to işlənməlidir. Ona görə də to olmayan bəndləri çıxacağıq. Burada B variantı, C variantı, Y variantı yanlışdır və 2 variant qalır yerdə. A və D. Unutmayın ki, to'dan sonra gələn feil ing almaz. Yəni to joining olmaz. Ona görə D variantda yanlış variant olur. Və yerdə qalan bir doğru variantımız olur. O da A variantıdır.